Hello, dear children. Salam, əziz uşaqlar. Unit 7, Lesson 2. 7-ci bölüm, 2-ci dərs. Exercise 1 on page 60. Birinci tapşırıq, səhifə 60-da. Happy Camp, xoşbəxt düşərgə. Listen and repeat. Dinlə və təkrar et. Uşaqlar, dinləmə mətninə keçməmişdən öncə gəlin mətni oxuyaq və tərcümə edək. Wow, how many presents are there? Uşaqlar, wow təəccüb reaksiyasıdır. How many isə neçə ədəd və ya neçə dənə sualıdır. Presents hədiyyələr, are there isə vardır deməkdir. Ötən dərslərimizdən də öyrəndiyimiz kimi ingilis dilində təkdə olan isimlərlə there is, cəmdə olan isimlərlə isə there are kəlmələri işlənir. Lakin sual cümlələrində kiçik bir dəyişiklik olur. Is və are, there sözünün önünə keçir. Cümləmizin tərcüməsi belədir. Wow, neçə hədiyyə var? 11, 12, 13, 11, 11, 12, 12, 13, 13 deməkdir. There are 13 presents. There are vardır. 13, 13. Presents isə hədiyyələr deməkdir. 13 hədiyyə var. Uşaqlar, tapşırıq 3-də bu hekayənin davamı olduğu üçün gəlin onu da oxuyaq, tərcümə edək. How many balloons are there? How many? Neçə və ya neçə ədəd deməkdir. Balloons, şarlar. Are there? Vardır deməkdir. Neçə şar var? 18, 19, 20. 18, 18, 19, 19, 20, 20 deməkdir. There are 20 balloons. There are var, 20, 20. Balloons isə şarlar deməkdir. Yəni 20 şar var. How many candles are there? How many? Neçə? Candles, şamlar. Are there? Var deməkdir. Yəni neçə şam var? There are 14 candles. There are vardır. 14, 14. Candles isə şamlar deməkdir. Yəni 14 şam var. 7 for Mia and 7 for Ali. 7, 7 for üçün deməkdir. Mia isə qız adıdır. And və deməkdir. Ali isə oğlan adıdır. 7 Mia üçün və 7 Ali üçün. Happy birthday Mia and Ali. Happy birthday ad günün və ya doğum günün mübarəkdir deməkdir. Ad günün mübarək Mia və Ali. Uşaqlar, indi isə dinləmə mətnini dinləyək. Happy Camp. Happy Camp, Happy Camp, Happy Camp. Wow! How many presents are there? 9, 10, 11, 12, 13. There are 13 presents. How many chairs are there? 13, 14, 15, 16, 17. There are 17 chairs. How many balloons are there? 16, 17, 18, 19, 20. There are 20 balloons. How many candles are there? There are 14 candles, 7 for Mia and 7 for Ali. Happy birthday, Mia and Ali! Exercise 2. İkinci tapşırıq. Listen
and find the letters. Dinləyin və hərfləri tapın. Then listen and say. Daha sonra dinləyin və deyin. Uşaqlar, bu tapşırıqda biz sözləri tələffüz edəcəyik və hansı hərflər buraxılıb, o hərfləri yerinə yazacağıq. İlk sözümüz 11 sözüdür. 11 11 deməkdir. Burada buraxılmış hərflər L, E, V, E və N hərfidir. İkinci sözümüz 12 12 deməkdir. Burada buraxılmış hərflər W, E, L, V hərfidir. Üçüncü sözümüz 13 13 deməkdir. Burada buraxılmış hərflər H, I, R, T, E, təkrar E və N hərfidir. Dördüncü sözümüz 14 14 deməkdir. Bu sözdə buraxılmış hərflər O, U, R, T, E, təkrar E və N hərfidir. Digər sözümüz 15 15. Burada buraxılmış hərf I, F, T, E, təkrar E və N hərfidir. 16 16 deməkdir. Buraxılmış hərflər I, X, T, E, təkrar E və N hərfidir. 17 17 deməkdir. Burada buraxılmış hərflər E, V, təkrar E, N, T, E, təkrar E və N hərfləridir. Digər sözümüz 18 18 deməkdir. Burada buraxılmış hərflər I, G, H, T, E, təkrar E və N hərfidir. Digər sözümüz 19 19 deməkdir. Burada buraxılmış hərflər I, N, E, T, E, təkrar E və N hərfləridir. Və sonuncu sözümüz 20 20 deməkdir. Burada buraxılmış hərflər W, E, N, T və Y hərfidir. Uşaqlar, gəlin bu tapşırıqla bağlı olan dinləmə mətnini dinləyək. 11 12 13 14 15 16 17 18 19 20 Exercise 3. Üçüncü tapşırıq. On page 61. 61-ci səhifədə. Listen again to Happy Camp. Xoşbəxt düşərgə dinləmə mətnini təkrar dinləyin. Uşaqlar, biz birinci tapşırığı tərcümə edərkən, üçüncü tapşırığı da birlikdə tərcümə etmişik. Birinci tapşırıqdakı dinləmə mətnini təkrar dinləyə bilərsiniz. Exercise 4. Dördüncü tapşırıq. Grammar check. Qaydanı yoxla. Say the questions. Sualları de. Uşaqlar, birinci cümlə bizə nümunə üçün verilmişdir. How many presents are there? Orada neçə hədiyyə var? There are 13. 13 hədiyyə var. Uşaqlar, eyni üsulla ikinci sualımızda yaza bilərik. Sadəcə burada hədiyyə əvəzinə stul yazmalıyıq. Çünki stul 17 ədəd idi. Üçüncü sual cümləmiz. Uşaqlar, 14 ədəd şam vardı. 7'si Mia'nın, 7'si isə Ali'nin idi. Buna görə də burada yazacağıq ki, how many candles are there? How many neçə? Candles şamlar. Are there? Var deməkdir. Orada neçə şam var? There are 14. Orada
14 şam var. Və sonuncu cümləmiz. Uşaqlar, mətndə 20 ədəd şar vardı. Buna görə də yazacağıq ki, how many balloons are there? How many? Neçə? Balloons, şarlar, are there, var deməkdir. Neçə şar var? There are 20. 20 şar var. Exercise 5. 5-ci tapşırıq. Listen and cheer. Dinlə və şənlən. Uşaqlar, gəlin öncə mətni oxuyaq və tərcümə edək. Daha sonra dinləmə mətnini dinləyərik. How many balloons are there? How many neçə? Balloons, şarlar, are there, vardır deməkdir. Sual cümləsi olduğu üçün are there'nin önünə keçib. Neçə şar var? There are 20 balloons. There are vardır. 20. Balloons isə şarlar deməkdir. Yəni 20 şar var. Gəlin bu tapşırıqla bağlı dinləmə mətnini dinləyək. Happy campers, listen here. Now it's time to do a cheer. Ready? Okay. How many balloons are there? How many balloons are there? There are 20 balloons. There are 20 balloons. Uşaqlar, 61-ci səhifənin üst hissəsində bizə yeni hərf birləşməsi verilmişdir. Bu 2 O hərfidir. Birlikdə uzun U səsi olaraq səslənir. Məsələn, balloon, şar və ya spoon, qaşıq. Uşaqlar, ingilis dili ilə bağlı istənilən sualı şərh bölməsinə yaza bilərsiniz.